Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək tapşırıqları yerinə yetirin. Situasiyamızı oxuyaq. Yer kürəsində tam zolaq əmələ gətirməyən bu iqlim qurşağı insanların yaşaması üçün əlverişli sayılmasa da, bol rütubətə, zəngin təbiətə və sıx çay şəbəkəsinə malikdir. İlk növbədə bu situasiyadan biz belə bir nəticə çıxara bilərik ki, bu situasiya hansı ki, tam zolaq əmələ gətirmir dünyada və eyni zamanda da bol rütubət, zəngin təbiət, sıx şəbəkəyə malikdir. Həmin bu iqlim qurşağı ekvatorial iqlim qurşağıdır və bizdən həmin bu suala nəzər salsaq, sualda isə bizdən mətndə bəhs edilən iqlim qurşağının yayıldığı 3 materikin adını istəyir və belə deyək ki, həmin bu iqlim qurşağı, ekvatorial iqlim qurşağına biz Afrika, Cənubi Amerika və Avrasiyanın cənub-şərqində rast gəlirik, hansı ki, və biz bura Avrasiya materikini qeyd etmək ki, bu 3 materik dedikdə Afrika, Cənubi Amerika və eyni zamanda da Avrasiya materiki doğru bəndlərimiz olacaq.